Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Hala gelmişik Katek'te kombinat Allah'ın ərazidə, yani Katek kombinatdayıq. Cəmi 26 minə sizə qəşəng xudmani həyət evi göstərəcəm. Bismillah. Deməli, Balakan rayonunun Katek qəsəbəsində, Katek kəndində kombinat Allah'ın ərazidə, yəni Balakandan gələndə sol tərəfə, dağ tərəfə düşür istiqamət olaraq 12 sot torpaqla bir yerdə qəşəng bir dənə ev satışa çıxarmışıq. Qiymət də 26 min manatdır. Mən çəkiliş zamanı bütün məlumatları verəcəm. Ən əsası qazı, suyu, işığı, interneti və bütün sənədləri ideal qaydasındadır. Həyətində yayda oturub samavar qalamaq üçün qəşəng bir dənə belə naves, belə bir tikili. Baxın, qəşəng belə yaşıllıq necə lazımdır, çox gözəl. Buranı alan olsa bu pomidor, lobyalar hamısı pay veriləcək. Baxın, belə göstərim. Çox sərgəli. Yəni ki, bu dədəbaba evi deyirlər. Dədəbaba evi, balaca vaxtı valideynlərimiz bizə deyər ki, hazırlaşın, nənə gilə gedirik. Eyni elə bir evdir. Mən bir dənə sürpriz göstərim buraya inşallah. Baxın, ən əsası kanalizasiya xətti var burada həyətdə. Belə göstərib, evi də içini, hər tərəfini göstərəcəm. Baxın, belə göstərirəm. Allah həmd olsun, bugün də hava yenə istidir. Şükürlər olsun Rəbbimizə. Həyətindən baxın, daimi belə su keçir. Təmiz dağ suyudur, yəni şəlalə suyudur bildiyiniz. Baxın, belə qəşəng bir dənə dağ suyu keçir. Belə göstərirəm Allahın izni ilə. Baxın, burada yaşayan adam belə qış həyatını xoşlayıb. Gördüyünüz kimi odunlar, zadlar. Burada belə bir dənə şirin bulaq da tikdirmişdi. Evin də bu yan tərəfindən görünüşü budur. Həyatı da belə bir dənə cücə baxmaq üçün. Baxın, cücə baxmaq üçün belə damı var hal-hazırda və hal-hazırda içəridə cücələr də mövcuddur. Baxın, toyuqlar, zadlar da var içəridə. Cik dağıtdılar buraları. Ev yaxşı, hündürdür. 12 sotdur. Ən əsası, baxın, həyətdə də sanitar qovşağı var. Yeni tikilib ha, yeni tikilib. Yeni tikilib, elə istifadəyə verilməyibdir. Baxın, belə həyəti göstərirəm. Keçirəm. Evin içini də göstərəcəm inşallah. Belə bir dənə döndürüm. Baxın, bu evin öndən görüntüsüdür. Ev sağlamdır. Bir daha demək istəyirəm ki, qiyməti cəmi 26 min manat. Paket, qubça, hər şey mövcuddur. Baxın, belə. Yerdən 1, 2, 3, 4, 5, 6, 7 pilləkən yuxarıdır. Dizdə belə bir dənə dəhliz, yəni eyvan deyək, balkon deyək. Nə bacarsa ona deyə bilərsiniz. Baxın, burada təzə mebellər var. Yerləşdirilməyibdir, gördüyünüz kimi. Qəşəng. Girək evin içərisinə. Girişdə belə bir dənə geniş zal, divarlar ağardılıbdır. Baxın, normal bahalı Bendalino firmasının kreslosudur. Baxın, belə göstərirəm. Belə qəşəngcə keçirəm digər otaqları Allahın iznilə. Həmçinin burada bir dənə otaq. Divarları sağlamdır gördüyünüz kimi. Çatdağı, patdağı zadı, dağılan, eləyən yer zad yoxdur heç nə. Burada yeni mebellər var. Yəni ki, bu qalar burada, bilmirəm, danışmaq lazımdır təzə. Salafanlar asılmayan mebellər var. Keçirəm. Buradan bayaq indi o göstərəcəyim otağa keçmək olur. Mən də buradan göstərəcəm. Baxın, burada bir dənə otaq var. İndi deyəcəklər ki, ay, nə bilim, o yan, bu yandı. Xahiş edirəm, 26 minlik evdən 100 minlik evin potensialını gözləməyin. Deməyin ki, niyə mən belə çıtma çalanda evin işıqları yanmır? Niyə yağış yağanda evin üstü avtomatik bağlanıb gün çıxana görə açılmır? Saat hay, huy, lang, lung. Belə işlər deməyin. Buranın qiyməti, bir daha demək istəyirəm ki, 26 minə təklif olunur. Tək burada torpağın bir sotu 2 mindir. 12 sot da eləyir 24 min. Amma fərz edin siz çox ucu 26 minə opşi ev alırsınız. Bu dəqiqə qaz çəkmək bilirsiniz ki, çətinləşdirilib demək olmaz. Biraz vaxt aparır. Amma siz hazır qazı, işığı, interneti olan nə alacaqsınız? Mülk alacaqsınız. Allah malzəmə mülkünüzə bərəkət versin. Selamun Aleyküm və Rəhmətullah.